sözümüzün bu məqamında yaxşı olar ki, təbrik üçün sözü verək. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, bugünkü tədbirin təşkilatçılarından olan şair Güldarə Cəmaləddin xanıma. Buyurun. Hörmətli ziyalarımız, hörmətli ödəyarımız, hər birinizi salamlayıram. Mən sözə Ulu Öndərin ədəbiyyatla bağlı bir fikri ilə başlamaq istəyirəm. Bugün müstəqillikdən söhbət edərkən ədəbiyyatın xalqımızın həyatında rolunu vurgulamaq yerinə düşər. Ədəbiyyatımız xalqımızın milli sərvətidir, intellektual mülkiyyətidir. Yazıçıların, şairlərin Azərbaycan ədəbiyyatına böyük töhfəsi onların millətimizdə milli ruhu əsərləri ilə daim oyaq saxlamaq cəhdləridir. Milli dərk, milli oyanış birbaşa xalqımıza ədəbiyyatdan keçir. Bəli, istər dövlət səviyyəsində, İstərsə də millət olaraq bizdə sözə, ədəbiyyata çox böyük önəm verilib, bugün də bu ənənə davam edir. Mən bugünkü tədbirin təşkilində bizə dəstək göstərdiyinə görə Sumqayıt şəhər icra hakimiyyətinə, təhsil şöbəsinə öz minnətdarlığıma bildirirəm ki, bu tədbirin təşkilində bizə yaxından dəstək olurlar. Və sözümü Süleyman müəllimin üzərinə gətirmək istəyirəm. Süleyman müəllim xoşbəxt qələm adamlarındandır. Çünki şəhərimizin həmyaşıdıdır. Süleyman müəllim Azərbaycanımızın dilbər güşəsi olan Lənkəranda dünyaya göz açır. Amma 66-cı ildən Rafi müəllim də qeyd elədi. Ömrünü gününü bu şəhərə bağlayıb, bu şəhərdə əmək fəaliyyətinə başlayıb, yaşayıb, yaradıb və pillə-pillə ucalıb. Kimya sənayesinə özünün böyük töhfələrini verib. Süleyman müəllim bir qələm adamı olaraq həmişə şəhərin mədəni, ictimai, siyasi həyatında çox böyük fəaliyyət göstərib, yaxından iştirak edib və bugün də öz müdrik məsləhətləri ilə daim bizlərin yanındadır. Süleyman müəllim bir şeir kitab müəllifidir, bir hekayət və and romanının müəllifidir. Mən elə bilirəm ki, Süleyman müəllimin o bütün külliyatını qırağa qoysa, onun vətənpərvərlik müharibə mövzusunda yazdıran romanı ilə Azərbaycan ədəbiyyatında özünün imzasını, möhrünü vura bilirdi. Süleyman müəllim, mən sizi təbrik eləmək üçün çox düşündüm, daşındım. Yəni, fikirləşdim ki, mən sizə nə ala bilərəm? Bizim sizə bir simvolik hədiyyəmiz var. Adətən yazıçılardan, qələm adamlarından söz düşəndə yada düşən ilk olaraq lələk olur. Lələk rüçqalardan istifadə edirlər bizim klassiklərimiz. Mən özüm üçün belə qənaətə gəldim ki, lələk, yəni belə çıxır ki, şairlər nə vaxtsa qanadları qırılıb yerə atılmış mələklərdir. Onlar cismani yer üzündə olsalar da, amma ruhən həmişə göylərdə olurlar. Və mən sizə bir lələk rüçqa aldım və düşündüm ki, o lələk rüçqa qədər sizin qələminiz iti olsun və mən kişi xeylaxına gül verməyi tam əleyhləyəm. Niyə? Çünki şərq mentalitetində ocağı qorumaq, ailənin şərəfini, namusunu qorumaq, vətənin sərhədini qorumaq missiyası həmişə kişilərin üzərinə düşür. Ona görə də mən sizə bir xəncər aldım. Yəni, qan tökmək üçün yox. Düşündüm ki, yəni o missiyanı daha ürəkli qoruya biləsiniz və sözünüz də xəncər kimi kəsərli olsun Süleyman müəllim. Mən sizə can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Yaşayın, yaradın, biz də sizin yubileylərinizi bax beləcə keçirək və sizə bizim bir fəxri fərmanımız da var.
İlqar müəllim sizi təbrik elədi. Mən də bu fəxri fərmanı elə bilirəm ki, Yazıçılar Birliyinin adından, öz adından sizə təqdim edirəm. Şair, yazıcı, publisist, tərcüməçi Süleyman Hüseynov səmərəli ədəbi fəaliyyəti və 75 illik külliyi ilə əlaqədar təltif edilir. Uğurlar arzulayıram Süleyman.